Tarixən öz fəaliyyətsizliyi ilə diqqət çəkən ATƏT-in Minsk qrupunun buraxılması həm zamanın, həm də regional sabitliyin tələbinə çevrilib. Ancaq Azərbaycanın təsisatın buraxılmasına dair tələbinə Ermənistanda isti yanaşılmır desə yanılmarıq. Çünki bu məsələnin aktuallaşdırılması fonunda rəsmi İrəvandan gələn iki başlı açıqlamalar məsələdə Ermənistan və havadarlarının maraqlarının mövcud olduğunu deməyə əsas verir. Bu ilin 21 martında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya, Birləşmiş Ştatlar və Fransanın həmsədrlik etdiyi qrupun fəaliyyətinin dayandırılmasına dair müzakirələrə başlamaq niyyətində olduqlarını dilə gətirib. Ancaq ötən gün parlamentdə hökumət saatındakı çıxışında bu müzakirənin mümkünlüyünə eyham vursa da, qərarın qəbuluna tələsmədiyini etiraf edib. Bir sözlə rəsmi İrəvan əslində qrupun buraxılmasında maraqlı olmadıqlarını hiss etdirib. Azərbaycanın məhz Ermənistan tərəfinə sülh müqaviləsinin bağlanması üçün əsas tələblərindən biri də Minsk qrupunun buraxılmasıdır. Çünki məhz Minsk qrupu Qarabağ probleminin həlli üçün yaradılmışdı. Artıq problem həll olunub və Ermənistan da Qarabağ daxil olmaqla Azərbaycan ərazi bütövlüyünü tanıyır. Problem yoxdursa, artıq belə bir formatın da qalmasına ehtiyac yoxdur. Amma göründüyü kimi Nikol Paşinyan yenə də bu məsələdə manipulyasiyadır və Paşinyan hesab edir ki, gözləmə mövqeyindədir. Ermənistan rəhbərliyi sadəcə olaraq prosesi uzadır, sülh müqaviləsinin imzalanmasını uzadır və bu da Ermənistan əleyhinədir. Cənubi Qafqazda sülhə gedən yol üçün Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi mütləqdir. Son 2 il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olan Minsk qrupunun rəsmən ləğvi kimi. Ermənistanın sülhdə maraqlı olmaması konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddaanı aradan qaldırmaması fonunda hiss olunduğu qədər Minsk qrupu kontekstindən də açıq şəkildə özünü göstərir. ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət etmək üçün uzun-uzadı müzakirələrə ehtiyac yoxdur. Yəni, qurum onsuz da fəaliyyətsiz qurumdur. ATƏT-in Minsk qrup həmsədrləri, xüsusən də Fransanın hələ də qurumun saxlanılması ilə bağlı istəkləri, bu və ya digər şəkildə hansısa formada Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişində vasitəçi qismində iştirak etmək ehtimalları Fransanı Ermənistana bu qurumdan imtina etməməyə bağlı konkret qarşısına öhdəliklər qoyub və ona görə də Ermənistan da indiki mərhələdə sadəcə vaxt uzatmaqla üzərində olan təzyiqləri bu və ya digər şəkildə azaltmağa çalışır. Lakin Ermənistanda hakim dairənin unutduğu bir məqam var. Sülhə kölgə salacaq və onu manipulyasiya edəcək istənilən davranış yalnız rəsmi İrəvanın bundan sonraki perspektivlərinə zərbə vurur. Zeynəb Mirzəyeva, Real.